Salam kanalımda hoş gördüm hər birinizi. Musiqi nəzəriyyəsi fənnini mənimlə birlikdə öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Elə isə gəlin keçək dərsə. Dərsimiz olacaq tananlıq. Xatırlayırsanızsa, keçən dərsimizdə yeni bölməyə fəslə keçid almışdıq. İlk dərsimiz lad olmuşdu. Lad nə idi? Bitməmiş qeyri-sabit və bitmiş sabit səslərin bir-birinə münasibəti ladla adlanırdı. Bu sadəcə melodiya daxilində olurdu, bitmiş və bitməmiş səslər. 2 dənə lad var idi, major lad və minor ladı. Bugünkü dərsimiz olacaq tananlıq. Tananlıq nədir? Ladın yerləşdiyi yüksəklik tananlıq adlanır. Tananlıq nədir? Ladın birinci pilləsi vardır. Məsələn, biz burada dur və mol terminlərindən deyim də, belə istifadə edəcəyik. Məsələn, C dur, yəni C hansı not idi? Notlara keçəndə biz demişdik, xatırlayırsınızsa keçmişdik. Biz kanalımda həm test izahı paylaşmışam, həm dərs izahı paylaşmışam, mövcuddur. Səslərin hərfi və heca adları. C dur. Amma ki, sonra nə deyəcək? Amma G-yə gəldikdə artıq G nə idi? Sol idi də, G mol deyəcəyik biz buna. Məsələn, indi fərq yaranacaq da burada majorda və minorda. İndi majorladı hərflərlə göstəriləndə dur sözündən yəni istifadə olunur. Dur böyük idi. Ladlarda da belə idi də, majorladı, minorladı, böyük, kiçik ladda da demişdik də biz bunu. Dur və moldan istifadə olunur. Majorladı göstəriləndə durdan istifadə olunur. İtalyanca daha böyük deməkdir, böyük deməkdir. Minorla da hərflərlə göstəriləndə moldan istifadə olunur, daha kiçik deməkdir. Məsələn, biz deyirik ki, nə deyim mən? Re minor, re minor. Re minor əvəzinə biz nə deyəcəyik burada? D mol deyəcəyik. Re'nin yazılışı nə idi? D, D hərfi. D mol. Axı bu niyə deyilir? Axı indi minordur da. Sol minor əvəzinə G mol deyəcəyik. Re minor əvəzinə D mol deyəcəyik. Sonra do major əvəzinə C dur deyəcəyik. Si major əvəzinə H dur deyəcəyik. Yəni H hərfi də I hərfi. Yəni belə. Bütün major tananlıqları hərfi sistemlə, bu hərflərlə göstərilir. E dur, F mol, C mol, Y və s. belə göstərilir. Tananlıq alterasiyaya görə də dəyişir. Əslində dəyişir demək o qədər də düzgün olmaz. Alterasiya işarələri vardır ki, açarın qarşısında müxtəlif sayda verilir. Məsələn, 7 diyezli və 7 bemollu major və minor tananlıqlarından istifadə olunur bu işarələrdə. Yəni ki, açar işarəsinin qarşısında müxtəlif diyez və bemol işarələrlə rast gəlінəcək ki, bunlar qammanın açar işarələridir. Belə bir sual yaranır ki, bəs qamma nədir? Ki, bu da bizim gələcək dərsimizin mövzusudur. Dərsi və videonu bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı, bildirişləri açıq saxlamağı unutmayın. Hələlik, gələn dərslərə qədər.